Salamlar, hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Bugün gəlmişik Bikeland terasa, amma nə üçün? Bugün gördüyünüz kimi arxamızda da yazıldığı kimi Slow Race adlı bir yarış keçiriləcək. Təbii ki, bütün bikerlər burada yığılmışıq Real Rider klubunun bir sözlə istisinə. Bugün həqiqətən də maraqlı bir gün olacaq. Çünki sürət getmək özü bir məharət olsa da, yavaş getmək ondan da çətin bir məharətdir. Bugün yavaş gedənlərə baxacağıq. Görək kim ən yaxşı tısbağı olacaq, görək ən yaxşı motosiklı idarə edən, ən yaxşı balansını qorumağa çalışan kim olacaq? Mənim üçün də çox maraqlıdır. Hələ ki, Real Rider klubu burada hazırlıqlarını görür. Biz də bu hazırlıqlarla birlikdə birazdan sizinlə birlikdə olacağıq. Ürək sözləri. Namuslu ailə həyat. Bir daha salam. Aleyküm salam. Tahir var. Tahir Real Rider klubunun üzvüdür. Necə oldu belə bir ideya? Həqiqətən çox maraqlı ki, Azərbaycanda bildiyiniz kimi bu bikerlərin belə deyim, inkişafı üçün, həm də ki, təşviqat üçün çox yaxşı bir şeydir bu addım. Əslində bu slow race beynəlxalq bir yarışdır belə deyək. Həm də ki, Azərbaycan reallıqlarında hal-hazırda belə deyək də pistlər, bu kimi şeylər yoxdur. Sürətli, həm də bəs təhlükəlidir. Biz düşündük ki, həm bir əyləncə olsun yoldaşlar üçün, maraqlı olsun. Onsuz da hər həftə sonları mı deyim, motolar, uşaqlar yığışırlar, klublar, müxtəlif klublar yığışır, müxtəlif özləri üçün söhbət edirlər. Dedik, bu yığışmaya bir rəng qataq, bir əyləncə olsun. Həm də ki, bu motosiklet üzərində bu hətta deyərdim sürətli sürməkdən daha çətindir. Çünki balans saxlamaq lazımdır, özünüz də bilirsiniz. Bu balansı saxlamaq, adi məsələn tıxazda getməkdə hərdən görsən ki, tıxazda qalanda öz məşq edirsən ki, onu balans saxlaya bilirəmmi, ayağımı yerə qoymaya bilirəmmi? Belə bir balans məşqidir. Daha çox motosikletə hakimiyyət üçün və həm də biz əyləncə olsun deyə uşaqlar bir toparladıq. Çox təşəkkür edirik sizə. Həqiqətən də belə bir sözlə eventi də elədiniz ki, təbii ki, bu da Azərbaycan bikerləri üçün çox maraqlı olacağına əminəm. Çox sağ olun, minnətdaram. Təşəkkürlər, uğurlar sizə. Belə görüşürük. Çox sağ olun, təşəkkürlər. Sağ olun. Bugün yanımızda Real Rider'ın prezidenti Elvin var. Elvin, salam, hər vaxtın xeyirli olsun. Həqiqətən çox təqdirə layiqdir ki, Azərbaycanda bir sözlə motosikl klubları artıq belə eventlər əvvəl də təşkil edirdiniz, amma yəni artıq kütləvi hal alması çox sevindirici haldır. Bu həm bike ailəsi üçün, həm də bikerlər üçün maraqlı şeydir. Təbrik edirəm sizi. Çox sağ olun. Nə deyə bilərsiniz son olaraq fikirləriniz? Əvvəla çox sağ olun gəldiyinizə görə, tədbirimizə rəng qatdığınıza görə, qatacağınıza görə daha doğrusu. Bu bizim ilk tədbirimizdir. Çalışırıq ki, hər şeyi yüksək səviyyədə təşkil eləyək, insanlara maraqlı olsun, gələn insanlar əyləncədən məhrum qalmasınlar. Motosiklet sürən, motosiklet sürməyən fərq eləmir. Əgər insanda bu ruh varsa, bizə kifayət edir o. O adamlar burada əylənə biləcəklər. Bunu təmin eləməyə çalışırıq biz öz tərəfimizdən. İlla ki, nələrsə olacaq da, hansı əskikliklər filan olacaq. Bunun üçün də bizi üzrlü sayarsınız yəqin ki. Xoş gəlmişsiniz. Kim gələcəksə, hamısını xoş gəlib tədbirimizə. Nə lazım olsa biz buradayıq, komandamız buradadır. Kömək filan, yön vermək, hər cür dəstəyimizi sizdən əsirgəməyəcəyik. Yarışçılara uğurlar arzulayırıq. Bu yarışı maksimum şəkildə təhlükəsiz keçirməyə səy göstərəcəyik. Yarışçılardan da xahişimiz olacaq ki, mütləq şəkildə qaydalara riayət edəsinlər, qayda pozuntusu eləməsinlər. Bu həm yarışın təhlükəsizliyinə, həm də ümumi təhlükəsizlik üçün çox vacib nüansdır bizim üçün. Təşəkkürlər, çox sağ olun. Uğurlar sizə də və belə şeylər, belə addımların davamlı gəlməyini arzulayırıq. Təşəkkür edirəm. Təşəkkürlər. Sağ olun. Deməli, belə, artıq birazdan event başlayacaq demək olar ki, çox maraqlıdır həqiqətən də və burada həqiqətən çox böyük hazırlıq işləri davam eləyir. DJ-miz də orada. DJ də tanış çıxdı bu arada. Sağ olsun. Bir sözlə, birazdan artıq eventimiz başlayacaq. Hər kəs yerini alacaq və görək ən yavaş gedən tısbağımız kim olacaq. Bu həqiqətən mənim üçün də çox maraqlıdır. Bunu da qeyd edeyim ki, Real Rider'in ilk işi olmasına baxmayaraq həqiqətən də həm texniki baxımdan, həm də ki, bir sözlə hazırlıq baxımından çox maraqlı və çox gözəl event keçirilir. Hər şeyin sürət olmadığını, motosiklın balanslı idarə etmədən asılı olduğunu göstərən bu eventdə hər kəs görmək mənim üçün də çox maraqlı olacaq. Sağ olun, salamat qalın. Videomuz davam edir.
Sen burada olmalıydın. Və beləcə biz burada kimi görürük, motobazı görürük. Bildiyiniz kimi həmişə demək olar ki, motosiklla bağlı, motosikletlə bağlı bütün eventlərin iştirakçısı olan motobaz və burada da öz yerini alır. Gerək görək Rüfətlə Anar nə varlar burada? Daşıyırlar. Salam əleyküm. Çox pis vaxtı gəlmişik. Nə tərsən bunu keçirdim bura. Nə tərsiz yaxşılıqdır? Çok sağ ol. Elə bir event yoxdur ki, motosiklla bağlı siz orada iştirak eləməyəsiniz də və deyim ki, həqiqətən də ən insaflı deyək də belə deyək də bu bazarda ən insaflı həm ticarətlə, həm də ki motosikl sevgisi ilə hamının tanıdığı birisən. Nətər ümumiyyətlə burayla bağlı nə fikirləşirsiniz? Allah, biz hər zaman tədbirlərdə iştirak etməyə çalışırıq. Mən 20 ildə artıq ki, motosikletlə əlaqəliyəm, sürməyə başlamışam və s. Çox maraqlıdır. Yəni, hesab edirəm ki, bu mədəniyyətin bir formasıdır. Bəli. Yəni, motosikl sürüb sən, adətən motosikl sürənlər qrup şəklində sürürlər. Bildiyiniz kimi indi də çoxlu qruplar yarandı, müxtəlif klublar yarandı. Çox sevindiricidir həqiqətən. Həqiqətən çox sevinirik. Təşəkkürlər var olasınız. Sizə də uğurlar arzu edirəm. Minnətdaram. Və təbii ki, burada nətər istəmək, nətərdir, çox sağ olun. Gedirik harada. Burada iki təkər də həmçinin buradadır. Sponsorlardan biridir yəqin ki. Yəqin ki, fərqi yoxdur da. Mühərriki oldu, olmadı. İki təkəri yəqin ki, hamı tanıyır. Və çox insan istifadə elədi. iPhone tam yazılışın, bəlkə də deyilişini deyə bilmirəm, amma həm yağ, həm sep yağları və s. Nətərsən canım? Sağ olun, nətər səhər vaxtınız xeyir. İşlər nətərdir? Sağ olun, çox sağ olun. Həmişə bütün eventlərdə yenə həmçinin sizin şirkətdə görürük. Ona görə bəlkə qısa bir bu eventlə bağlı nəsə deyəsiniz bizə. Gətirin bura. Deyə bilərəm. Çox yaşay bir fikirdir. İnsanlar bir yerə toplamaq üçün, bir maraq yaratmaq üçün yaşay bir şeydir. Həmişə belə eləmək lazım. Bundan əlavə başqa biləcəklər də yönəltmək lazımdır. Çox sağ olun, təşəkkür edirəm. Sizi də burada görmək çox xoş oldu həqiqətən də. Həmişə buradayım. Bilirəm, mən ona görə deyirəm. Var olasınız, təşəkkürlər. Valla sayını tam deyə bilmərəm, amma xeyli motosikl var, xeyli biker var. Bu qədər bikeri bir arada görmək həqiqətən də çox sevindiricidir. Yəni ucu bucağı görünmür, özünüz görürsünüz. Heç deməyə ehtiyac yoxdur. Hətta Qubadan da, gəl bura. Hətta Qubadan belə burada bikerlər gəlib. Salam, necə Sərvat? İşlər necədir? Yol nətər gəldi? Sabah nətər? Şükür Allah, yaxşıdır. Biraz külək vardı, amma gəldi. Hə, inşallah. Çox sevindim həqiqətən də sizi burada görməyə. Xoş gəlmisiniz. Qardaşlar hamısı Qubadan gəldi deyəsən. Hə, xoş gördük. Hamımızı xoş gəlmisiniz qardaş. Sağ olun, çox. Hə, tanıyıram mən. Nətərsən? Sən nətərsən? Sağ ol, yaxşı olasın. Yaxşı olasın. Fikriniz nədir belə eventlərin olmağı ilə bağlı? Belə olmağı çox gözəl, çox əla. Yəni buna görə biz də orada burada gəlmişik ki, belə bir yerdə iştirak edəyik. Var olun, inşallah həmişə qonağımız olun. Bir eviniz burada var elə fikirləşin ki. Var olasınız, minnətdaram. Çox sağ olun, təşəkkürlər. Uğurlar. Yəni deyiləcək söz yoxdur da, yəni hər şey özü bir cavabdır. Gördüyünüz kimi qırğın. Və orada da məşqlər eləyirlər. Cəmaət artıq hazırlaşır, adaptasiyaya keçir. Və bizim kameramanımız Fəriddir, mənim dostumdur. O da birazdan qatılacaq. Söz vermişəm ki, axırıncı yetişsə təpikləyəcəm burada. O videoya salacam o istəsin. ki, təqdirə layiqdir ki, burada tibbi yardım da gözləyir. Yəni ki, hər hansısa bir sözlə ekstrem şəraitdə və yaxud da ki, zədələnmə halında tibbi yardım da öz bir sözlə yardımını göstərəcək. Həqiqətən çox sevindirici ki, belə kiçik nüansları da nəzərə aldılar. Ona görə də təbii ki, biz eynilik Real Rider komandasına təşəkkür edirik. Necədir istə? Yüngül həyəcan var, amma
Şans bizim tərəfdədir. İnşallah uğurlarsa. Necədir, hazırıq? Bəli. Və bu turun isə qalibi Hayabusa oldu. Dünyanın ən sürətli motosikletlərindən biri olan Hayabusa dünyanın ən yavaş müsabiqəsində qalib oldu. Çox maraqlı həqiqətən də. Gəlin sizə maraqlı bir motosiklet göstərim. Hansı ki, bu səs motosikletin Get it cracking in the club when you hear the shit. Drop it like it's hot. Let me see it go. Yeah. And I wanna touch that thing when you make it go. Abi səncə hardan gəldi ağlıma bu ideya? Azərbaycanda heç kimdə yox idi, dedik bizdə ilk olsun. İlk olsun, həmişə ilkləri sevirik. Əladır, möhtəşəm dəqiqətən. Əllərinə sağlıq. Fikirlərim həyəcanlanmışdım, bir nöqtəyə baxıb otdum. Çox möhtəşəm idi. Görmə bilirsin, nə edir ha? Əlasan, əla. Təbrik edirik. Deməli, ən yüksək kub nominasiyası keçirilir. 1900 kubluq bir chopper var. Kanadadan gələn bir daydaydı. İndi birazdan görərsiniz yəqin ki, qalibi o seçilmə ehtimalı var. Hələ ki, ən yüksək kub gözləyişindəyik. 63 nömrəli iştirakçı Rolling Thunder 1.9 motor və yaxud da 1900 müsabiqənin ən böyük motor həcminə görə ən böyük baykı və zəhmət olmasa Real Riders'ın Ford timindən. Yanımızda Pərviz var. Pərviz, necəsən? Yaxşı. Kiminlə gəlmisən bura? Atamla. Hə, nə yaxşı. Motosiklet həvəsin var? Nəyə? Motosikletlara həvəsin var? Hə. Aləm deyib bir-birinə ən yüksək səsli motosiklet axtarırlar. Deyə bilərsən ki, mən bunu bahasına atmışam. Bu bilmirəm hardan düşdü, amma baxaq ki, hardan düşdü. Ya motor. Təbii ses qatını tərtib edir. Elçin Məmmədov Real Rider. Motosiklet məğlub oldu, özü qalib. İndi isə tədbirin ən yaşlı, ən belə deyim, old style bikerini axtarırlar. Görək o kim olacaq. Fərman ki, sizə uzun ömür arzu edirik.
sizi çoxdan tanıyırıq və siz sürücü bizi həvəsli gəlirik. İndi İskəndər abinin təbriklərini eşidək. Ben burada gələn hər bir kəsi təbrik edirəm. Çox sağ ol deyirəm ki, bizim yarışda iştirak eləməyi üzərlərinə götürdülər. İştirakçı kimi, tamaşaçı kimi necə olsun gəldilər. Təşəkkür edirəm hər birinə. Hər bir burada olan kəsə, hər bir baykerə, xüsusən baykerlərə Fərman dayı və ondan çox yaşamağı arzu edirəm və bayk üzərində yaşamağı arzu edirəm. Fərman dayı, təbrik edirəm. Allah sənə uzun ömür qismət eləsin, sağlam ömür qismət eləsin. Həmişə bizim sıralarımızda olasan. Buyur. Bu bir xatirədir. Sözün varsa, buyur Fərman dayı. Salam əleykum. Mən bütün moto qardaşlarımı təbrik edirəm. Həmişə iki təkərin üstündə ucalın, gəzin, təkərlərinizə daş dəyməsin, yaşıl işıq yollarda. İnşallah gəlin bizi də keçin. Biz yaşlıları da keçin. Sağ olun. Və yetişdi final. Görək final mərhələsinin kim qalib gələcək? Mənim maraqlı həqiqətən də. Biraz Və beləcə artıq birinci yer bir sözlə məlum oldu. 600 manat birinci yerin qalibinə veriləcək. İkinci yerə 300 manat, üçüncü yerə isə 100 manat. Buradan hamıya salam. Atama, baba Sabir çox böyük təşəkkür vermək istəyirəm. Məni 3 gün dalbadal səhər dura-dura öyrədirdi məni, qışqırırdı. Amma nəyəsə birinci yer yəni elədiyi də Sabir məni. Canan Hüseynov, İddialatın fərqlərinin ikinci oldu. Gələn dəfə söz verirəm, birinci olmadan. Buna təşəkkürlərimi verirəm, keçirdən və Müşfiq müəllimə təşəkkürlər. Çox sağ olun. Təbriklər, hər günləri təbrik edirəm. Üçüncü yer. Başım səsin, təqdim elə və... Müslüm müəllimə təşəkkürümüzü bildiririk. Müslüm müəllim bizə çox güclü öz təcrübəsimizlə bulmuşdur. Və mən 600 kub olaraq gəldim, buraya 3-cü yerə çıxdım bu qədər bayqların içində. İnşallah gələn yarışlarda hər bir idmançıya uğurlar, görüşək. İnşallah. Dördə çağır. Dördüncü yer zəhmət olması yaxınlaşsın. Dördüncü yer, 13-cü. Üç qalibdən ikisi Çingiz Jetoviç, Müşfiq müəllimin tələbəsidir. Üç qalibdən ikisi. Dördüncü yer. Dördüncü yer. Dördüncü yerdə var. Dördüncü yer. Biz olmasa bəlkə də birinci yer. Sadiq Əli. Ayaksız sür. Black and white. Danış. Danışın başqa. Ay meyxanadır. Təbrik edirəm. Çox gözəl yarış keçdi. Bütün iştirakçıları təbrik edirəm. Qaliblərə bir daha uğurlar. Gələn yarışlarda daha da biraz güclü məşq eləyin inşallah. Gələn yarışlarda görüşək. Əziz biz tədbirin təşkilatçıları, sağ olun, belə bir gözəl tədbir təşkil etdiniz. İnşallah bu ümidvarıq ki, bu tədbirlər yenə də olacaq, davamlı olacaq. İştirakçılar hamısı çox gözəl iştirak elədilər. Hamıya afərin və birinci, ikinci, üçüncü yerlərin qaliblərini xüsusən təbrik edirəm. Havaldır sizə çox. Təbrik edirik. Çox gözəl yarış idi. Qəşəng iştirak elədik. Təbrik edirəm ikinci yeri, birinci yeri. İnşallah gələn yarışda daha da biraz məşq eləyib. Çempionluğa doğru.
Diğer, ikinci yerin qalibi Kənan Hüseynov 300 manat dəyərində və təbii ki diplomla təltif olunacaq. 300 manat dəyərində hədiyyəmiz. Təbrik edirik onu. Motomondo. Yaşasın Motomondo. Sabir müəllimin tələbəsi. Birinci yerimizə 200 manat nağd pul mükafatı iki təkər dükanından, 200 manatlıq hədiyyə kuponu Motoprodan, 200 manatlıq hədiyyə kuponu Motobazdan. Çox sağ olun, sponsorlara da təşəkkürlərimizi bildiririk. Bu gözəl ərazini bizim üçün ayırdığı üçün. Atılay bəy. İki təkər dükanı Aydın bəy. Təşəkkürlər. Motopronun nümayəndəsi Ayaz bəy. Təşəkkür edirik. Və nəhayət Motobaz dükanının, bizim sevimli dükanımızın nümayəndəsi, hamımızın sevimlisi Anar bəy. Xahiş edirəm, ürək sözlərinizi çatdırasınız. Çox sağ ol Elvin. Çox sağ olsun bütün baykerlər. Hamı qalibləri də təbrik edirəm. Maşallah gəncdir. O gün olsun dünyalardan səs gəlsin Sabir. Uğurlar. Hamı üçün Elvin bir kəlmə deyən kimi burada şərait bütün baykerlər üçün yenə deyirəm. Burada təmənnasız hər bir şərait var. Buyurub gələ bilərsiniz. Sağ olun. Bayqlan Terasa bizdən xüsusi təşəkkürnamə verilir. Çox sağ olun. Dəstəyiniz üçün təşkilati dəstək. Motorrider Akademi Çingiz müəllimdən. Çingiz müəllim zəhmət olmasa yaxınlaşardınız. Motorrider Akademi Çingiz müəllimin təcrübəsinə şübhə yoxdur. Kim ki onun dərslərini alıb, eşidirik ki, bizi almasaq da eşidirik ki, çox mükəmməl dərs verir. Klub olaraq hamımız təcrübəli bayker olsaq da biz hazırlaşırıq ki, Çingiz müəllimdən dərs alaq. Çünki professional sürüş, professional yanaşma bu başqa şeydir. Sürürük. Azərbaycanın getmədiyimiz bölgəsi yoxdur. Amma bilərəkdən qaydalarla sürmək başqa şeydir. Onu da ancaq təlimçilərdən ala bilərik. Çingiz müəllim, bugün səhhətinizlə bağlı problemlər yaransa da çox sağ olun ki, yarışımızı yarımçıq buraxmadınız. Axıra kimi, sona kimi izlədiniz. Qalibin çıxmasına, qalibin birinci yerin müəyyən olunmasına bizə dəstək oldunuz. Təşəkkür edirik sizə. Motorrider Akademi Instagramdan da izləyə bilərsiniz, təlimlərə də qoşula bilərsiniz. Mükəmməl təlimçidir. Təşəkkür edirik. Və beləliklə hər gözəl günün bir gözəl sonu olur və bu yarışın da sonu artıq gəldi, yetişdi. Belə eventlərin keçirilməsinə görə hər zaman bizə dəstək olan Bayqlan Teraza təşəkkür edirik həqiqətən də. Qapısını bütün baykerlərə açıq eləyir və həmçindəki Real Rider klubuna da təşəkkür edirik ki, belə eventlər təşkil eləyir. Ümidvarıq axarlı olacaq, digər klublar da təbii ki, eventlər təşkillər. Biz də xahiş edək ki, dəvət elədikləri müddətcə həmin eventlərdə iştirak edək, sizə bu eventləri göstərək. Təşəkkürlər, videomu bəyənib Tədbirin təşkilatçılığını girişdən çıxışa kimi hər yerdə klub üzvlərini gördünüz. Təşkilatçılığın bütün hissəsi onların payına düşür. Çox sağ olun hər birimiz. Əgərləri nəsə qüsurumuz olubsa tədbir zamanı, kimə qarşı olub, ümumi olub, necə olubsa üzürü sayın. Baş qarışır, aləm dəyir bir-birinə, baxsan ki, biri ilə məşğul olanda o birisi ilə məşğul olmur. Maksimum şəkildə çalışdıq ki, yüksək səviyyədə təşkil edək tədbiri. Nə qədər bacardıq onu bilmirik, onu da siz qiymətləndirəsiniz. Xahiş edirik, yüksək səviyyədə qiymətləndirməyinizi xahiş edirik. Çünki ilk tədbirimiz idi, yəni burada biz biraz təcrübəsiz idik. Sağ olun, çox sağ olun. Bir şəkil çəkdirək.